Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, niyə bu qədər illərlə bakalavr olsun, abituriyent, magistratura, imtahanlarına hazırlaşan test müsahibə müəlliməsi fərq etməz. Şəxslər aylar, illərdir gedirsən, oxuyursan, amma sən tufoysan. Heç nə yadında qalmır və sən mal kimi ancaq gözünü döyürsən və imtahanda da gedir, orada da bir nəticə yox. Bu da nədən qaynaqlanır? Plansızlıq və diqqətsizlik. Material qarşında, qabağında götürürsən, bunu oxuyursan. Amma fikir orada deyil. Göz orada, ağıl Amerikada, Londonda fırlanır. Birlə bir xəyalda, bir problemdə, yaxud hər hansı bir travmanı düşünəcək, dərs qaldı bir kənara. Heç zaman hər hansı bir növ planlı məqsədli şəkildə edilən hədəflərə doğru yolda sizi beyni analoji olaraq məcbur edən və səni pis olmağa məcbur edən həmin o travmalar varsa, onu bir müddətlik kənara qoymaq lazımdır. Bunu bacarmazsan, bacarmayacaqsansa, həmən məqsədə doğru getməyin bir növ adı yoxdur. Mənasız, boş bir absurd, plansız bir inkişaf yoludur. Və bunun da bir yolu var. Hər hal bilənlər, bilməyənlər də var. Başa düşərsiniz ki, istəyir travma olsun, istəyir hər hansı bir növ mənfi ağrı olsun, onu müsbətə çevirməyin yolları da var. O yaşanılmış mənfi travmanın içərisində bir kiçik bir müsbət də var. Və onu düşünsəz, tapacaqsınız ki, o müsbət aura o travmanın hamısını sıfırlayıb yox edə bilər. Çalışın bu kimi məqamlara diqqət edin. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir. Qoşulmaq istəyənlər şəxsi mesaj verməsi məlumat verə bilərlər.